Videoya başlamadan önce kanalıma abone olup like atıp yorum yazmayı unutmursunuz ve bildirimleri açık koyursunuz ki ben video paylaşanda size bildirim gelsin. Salam, sabahınız xeyir olsun kızlar. Yeni bir vlogla karşınızdayım. Burada Efe Bey'di. Güllerimizin güzelliği. Hara gedirik Efe? Size gösterim. Çok qəşəngdir axı güller maşallah. Baxırsınız ki kızlar her yer gül çiçek. Artıq şükür ki yay geldi. Efe ile gedirik hazırlığa. Bugün Efe müəlliməsi ilə sağollaşır. Çünkü demək olar ki bitir. Hazırlıklar bitir. Allah koysa tətile çıxırsan hə Efe? Sevinclisən. Ne demək istəyirsən? İnansız yuxudan durmaq istəmirdi. Güclə durubdu. Gedirik belə. Gedək Efe'nin qoyaq hazırlığa. Bugün qəşəng videolar gələcək. Çəkəcəm sizin üçün. Çünki demeyim, paylaşım görərsiniz. Efe əl ilə. Bütün evlerin her yerinden kızlar güller çıxır. Baxın maşallah maşallah. Her yer güllü, çiçekli, güzel maşallah, sübhanallah. Yayın geldiğini hiss edirik. Böyle hələlik kızlar birazdan sizler videoların davamında çekeceğim, paylaşacağım. Burada ne var? Bu ne ağacıdır? İncir ağacıdır. İncirlere bakın kızlar, gösterim size bunu da. Ay ne güzel, bakın. Hələ yetişməyib kifi. Hı? Hiç yarpaq əriyər Efe. Qəşəng güller var ya. Ha, her yerde güller var. Çok sevdiğim, en sevdiğim yani mənzərə. Sizlere de gösterim biraz. Gidin. Böyle. Kızlar bunun güzelliğine bir bakın siz. Ne qəşəngdir. Süper. Deməli, gece mənə aldırdığı şeye bakın kızlar. Ne aldırmışam? Bakın. Ananas. Araz marketdən axşam gedib bu oğlana ananas almışıq. İndi bu ananası kəsər yeyək. Ananası. Anne. Bunu Ege belə bəzək üçün qoyurlar. Bax, bunu belə bəzək üçün qoyurlar bura. Belə. İndi bunu belə qəşəng kəsək. Anne. Buna zibilliye atma. Niye bilirsen? Hə. Çünkü. O bize lazımdı. Bu yeni ananas geldi. Əkək onu, ananas. Əkək. Hə. Torpağa. Su atak. Bir tane de içine böyle koyak. Sonra Kızlar alanda ananas diqqət olacak. edin. Biraz elə bir ki yumuşalıqdır. Bilmirəm. Belə kəsək. Baxın belə elədim. Bir tane de tadına bak. Götür ye, dadına bax. Sulu. Çox dadlıdır. Yemiş kimidir də. Bunu qəşəng belə düzək. Tabağımıza. Anne. Portakal da Belə. ver. Bunu da belə qoyaq buradan. Qəşəng. Ege, ananası bəyəndin aşkım? Bu da kızlar bizim ananasımız. Belə qəşəng doğradıq. Hardansa gece Ege'nin ürəyinə ananas düşüb. Çok qəşəngdir. İlk dəfədir yeyir bu arada, hə? Bəyəndin? Düzgündür də, xoşuna gəldi. Bir de olsa bir de yiyərsən. Malades. Açadı. Masazıra sanki bir illik gedirik. Bir illik sunkamız. Maşının arkasında kimlərdir kızlar. Gedirik. Eğlenceli dolu anlar bizi gözləyir. Danışa da bilmədim. Götürmüşəm bu boyda. Allah'ım sen sabır ver. Neyse yolcu yolunda gerek kızlar. Biz gedirik Masazıra. Allah bize sabır versin. Getdik.
Mağazinə gəlmişik. Nə alırıq, Rənur? Bundan bunu götürürəm. Bir dənə bundan alırıq. Bir dənə də bundan qarışdıracağıq. Bundan alalım. Hello. Gedək, gəl baxaq başqa nə alırıq. Bir dənə, hə, 2 dənə götür ondan. Aysa 2 dənə də simuşqa. Biri soda götürək, Fanta götür, bir dənə böyük. Bəli, böyük Fanta götürək. Aysa gedək görə başqa nə alırıq. Allahım, bu qədər uşaqla qızlar mağazinə girmək çox dəhşətli dərəcədə çətindir. Görən nələr alacaqlar. Hələ ki cipsi, sok almışıq belə. Nədir? At bura onları da. Süt burgerlər. Süt burgerlər. Başqa nə qaldı? Gedək görək. Bəyləri yedik. İndi qəşəng çay içəcəyik. Hə, Rənur, çay içəcəyik. Abur-cubur keyfi. Çay içməsək də fantandan belə. Amma mən çay içəcəm qızlar. Hər yer az-az qoyuruq ki, dava düşməsin. Cipsi, ən sevdiyim. Sevirsən? Oy oy oy. Ece burada nə edir? Ece sən nə edirsən? Sabahınız xeyir, gününüz uğurlu olsun. Qızlar necəsiz? Qəşəng bir dənə çay dəmlədim. Baxın, xalamın burada bir yarpızı var idi. Ondan qırdım, çayın içine atdım. Quşların səsi masazırda çox qəşəngdir. Bir dənə qulaq asın. Çox qəşəng səs var. Çıxdım belə, qəşəng çayımı içəcəm. Quşların səsinə qulaq asın. Dünən gəldi qızlar masazıra uşaqlarla. İnan çox şey çəkə bilmədim. Yola getmirlər, dalaşırlar. Biraz oynadılar, yatdılar. Biz də durduq. Görək bugün nələr eləyəcəyik. Bugün çalışacağım mütləq şəkildə sizə vlog paylaşım. Buranı da sizə göstərim. Bilmirəm qızlar, o iydə ağacıdır, nədirsə. Bir dənə qəşəng iyisi gəlir. Yəni bu qoxunu sizə sözlə ifadə edə bilmərəm. Həqiqətən çox möhtəşəm qoxusu var. Çox qəşəngdir iyisi. Qızlar, AVM-yə gəldik. Birazdan pikniyə gedəcəyik. Burada piknik süfrəsi axtarırıq. Gəlmişik yeni uşağıq, uşaq kimi. Ay Allah, necə qəşəng muşqalara baxın qızlar. Stitch. Gəl Rənuş, gedək görək. Ayda bu ördəklərə bayılıram, amma evdə qoyacaq yerim yoxdur. Çox qəşəngdir. Gedək görək, ucu bucağı yoxdur qızlar. Masazırdadır, bum vermək. Hər şey var da, baxın. Nə? Qızlar, bildiyiniz hər şey var da. Bax, dəniz üçün çantalar, qəşəng, baxın. Uşaq üçün paltarlar, o qədər böyükdür ki, böyük üçün paltarlar. Bildiyiniz hər şey var, hər şey. Göstərim sizə az-az. Gedək süfrə görək tapırıq. Bazar çantasıdır. Ay, necə gözəl çaşqalar. Çox qəşəngdir, bayıldım bunlara həqiqətən. Nə qəşəng çaşqalar var, qabların gözəlliyi. Hər şey var da bildiyiniz. Ay, çox qəşəngdir. Bunlar yox, bunlar biraz o qədər də yox. Belə qızlar, görək süfrə tapa bilmirik hələ ki. Həyətimizdən ikinci dəfədir ki, yarpaq yığıb, dolma bükürəm. O qədər bərəkətli oldu ki, çox şükür. Qızlar, necəsiz, nə edirsiniz? Biz çıxdıq, gedirik. Həyat yoldaşımla biraz gəzək, idman eləyək, bir şeylər yeyək. Yəni bildiyiniz bugün baş-başa vaxt keçirdək. Oradan da sizə az-az görüntülər paylaşacağım. O zaman hələlik. Burada gəlmişik Park Bulvara. Biraz gəzdik, biraz alış-veriş elədim, özümə paltar aldım. Sonra KFC-dən bir şeylər yedik, oturduq, söhbətləşdik, söhbət elədik daha doğrusu yoldaşımla. Bir də baxdım ki, qızlar heç nə çəkə bilməmişəm, unutmuşam, eybi yox, üzürlü sayın. Burada biraz görüntü çəkdim. Həqiqətən şəhərimiz gözəl və möhtəşəmdir. Hər axşam çıxın, mütləq şəkildə gəzin, gününüzü dəyərləndirin qızlar. Hara gəlmişik? Həkimə qorxmayacaqsan. Necə gözəl klinikadır qızlar, baxın. Çox qəşəng klinikadır, sərgəli, gözəl və Efe'ni gətirmişik diş həkimlə. Qorxmur. Efe kişidir və qorxmur. Görək necə olacaq. Verəcəklər, sakit dursan. Qızlar, gəldik restorana. Göbələk supudur. Bilmirəm siz sevirsiniz, sevmirsiniz. Amma mən çox sevirəm göbələk supunu. Bu da Efe'dir. Efe əl elən. Diş həkimində ağıllı durduğuna görə. Onu gətirdik. Əcəmidə belə bir yer var. Sizə də göstərim. Baxın, necə gözəldir. Belə qızlar.
şekilde bakın hele necə güzeldir. Eğer Əcəmidə olsanız Esevaki arkasıdır. Adı yadımdan çıxdı restoran. Başkent restorandır. Size Şeyde sana New York'ta zaten. yani olsun da bizim için bura New York'ta, düzdür mü kızlar? Efe. Kızlar yedi içdi, çıxdıq, gedirik evə. Görün necə gözəl eləyiblər, qapının ağzına belə gülləri. Çox qəşəngdir. Bu da mənim ceyranım. Allah ayak ayak. Güzel misin? Vlogdur. Çay içirik uşaqlarla. Ya takım benim. Takım benim. Takım benim. Takım da benim. Hadi ya. Da takım ya. Kızlar gəlmişik qaynanamgilə, qəşəng çay dəmləmişəm, pür rəngi. Baldızım, yoldaşım, elkim, yoldaşım, qaynım hamımız buradayıq da yığışmışıq. Qəşəng bir dənə çay içib söhbətləşəcəyik. Düz içəridə sizə görüntülər çəkə bilməyəcəm, amma belə görüntülər paylaşıram. Burada kızlar ne eləyəcəmsə onları yaza vlogumu sonlandırıram. İnşallah ki vlogumu bəyəndinizsə qəşəng yorumlar yazın, dəstək olun, takip atın. Mənim də enerjim biraz qalxsın. Düzdür, yaxınlarım mənə şikayət edirlər ki, az fərqanə vlog paylaşırsan. Söz verirəm ki, inşallah yavaş-yavaş aktivləşərəm, paylaşaram. Bu arada kızlar hava o qədər dəyişik olur ki, insan bilmir neynəsin. May ayı özün payız kimi aparır. İnşallah havalar düzələr. Mən də sizə qəşəng videolar çəkib paylaşaram. O zaman kızlar nə deyirdi? Hələlik.